otağa girib niyə gəldiyinizi unudursunuz. Səbəbi düşündüyünüz kimi yaddaş zəifliyi olmaya bilər. Yəqin ki, hamınızın başına gəlib. Otağa girirsiniz və birdən dayanıb düşünürsünüz. Mən bura niyə gəlmişdim? Əksər hallarda bu ciddi yaddaş problemi demək deyil. Bunun səbəbi beyninizin diqqəti idarə etmə üsuludur. Bir otaqdan digərinə keçəndə beyin bunu yeni mühit kimi qəbul edir və əvvəlki fikri arxa plana keçirə bilər. Bundan başqa stres, yuxusuzluq, yorğunluq, eyni anda bir neçə işi görməyə çalışmaq diqqəti zəiflədir. Beyin hər şeyi eyni vaxtda emal etməyə çalışdığı üçün bəzi məlumatlar qısa müddətlik unudula bilər. Lakin bu hallar tez-tez təkrarlanırsa, yaxınlarınızın dediklərini unudursunuzsa, eyni sualı dəfələrlə verirsinizsə, söz tapmaqda çətinlik çəkirsinizsə və ya gündəlik işlərinizə mane olacaq qədər yaddaş zəifliyi yaranıbsa, bunu adi unutqanlıq deyib keçməyin.